Hörmətli izləyicilərim, bugünkü təqdimat İnşaatçılar Prospektində, yəni köhnə Olimpin yanında olan ABB-nin binasından olacaq. İndi mən qalxacağım o mənzilə və orada sizi yaxından tanış eləyəcəm. Nəzərinizə çatdırım ki, bu mənzil, bu bina Hüseyin Cavid Parkının tam yaxınlığında yerləşir. Mənzilin içindəyik, dəyərli izləyicilərim, orta təmirli mənzildir. Mənzilin özəlliyi odur ki, dənizə baxır və yerləşmə yeri mükəmməldir, yəni möhtəşəm bir yerdə yerləşir. Mən sizi adəti üzrə otaqları bir-bir təqdim edeyim. Bura zal otağıdır. Ümumi kvadrat 122 kvadratdır bu mənzildə. Mərtəbə də 4-dür. Qanuni 3 otaqdan ibarətdir. Çıxarışlı binadır. Binanın tikilişi də keyfiyyətlidir. Bu otaqla tanış oldusa, növbəti otağa mən sizi dəvət edeyim. Binanın 2 lifti var. 3 qonşudan ibarətdir hər podyezdə. Bura paltar dolabıdır. Bu isə ümumi sanitar qovşağıdır. Bura növbəti yataq otağıdır. Bilirsiniz, əzizləyicilərim, belə bir evlərin də, orta təmirli evlərin də öz həvəskarları var. Arxitekturlu bina olsun. Belə. Və məndən bunu tələb edirlər, yazırlar, izah edirlər ki, bizə belə evlərdə ancaq lüks görsədirsən, birimiz ala bilirik, 5-imiz ala bilmirik. O nöqteyi nəzərdən sizə arada bir orta təmirli evlərlə təqdim edəcəm. Allah müştərisini yetirsin. Bu mənzilə gəldikdə, bu mənzil bilirsiniz də klassikadır. Sovetdən keçid dövründə olan, burada siz koloritlərdən görürsünüz ki, stol maraqlı görsənir. Adamlar nostaljistlər yaşayır. Məsələ burasındadır ki, bu otaq yataq otağıdır, amma açarı sahibi yadından çıxıb. Çünki burada yaşanmır, burada yaşayış yoxdur. Bu cür satılır. Mətbəx hissəsi qaldı. Mən sizə mətbəxi bir təqdim edeyim. Gördüyünüz hissə mətbəxdir. Yerdə isti poldur, istiri-istəmi kombidir. Əvvəlində dediyim kimi, burada maraqlısı odur ki, dəniz görsənir. İncəsənət Üniversitesi, Olimp. Olimp həmişə belə lüks deməyim, amma maraqlı ərazi hesab olunub. Elmlər zonası, Olimp. Bu qədər. Kupçası var. Mən elanda qiymətli postu qeyd eləmişəm. Məncə başqa bir şey ehtiyac qalmadı. Kimə bu mənzil maraqlıdırsa, almaq istəyirsə, bir zəng eləsin, bir telefon qədər yaxınam sizə. Allah hamıya qismət eləsin.